Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən paytaxtın bəzi ərazilərində, xüsusən kənd və qəsəbələrdə elektrik enerjisi verilişində məhdudiyyətlər yaranıb. Bəli, bura paytaxtın Xəzər rayonu Binə qəsəbəsidir. Sakinlər deyirlər ki, az qala 2 gündür ki, işıq üzünə həsrətdilər. Ne bileyim, problem var. Transformatorlarda problem var. Suyun içindeydi, işten geldi, suyun içinde. Geç suyun içinde de yattı. Işık olmadı, kombi de işlemiyor. Qaranlıq zülmətə qərq olan bu ərazi isə paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsidir. Bəli, burada da hava şəraiti ilə bağlı işıq yoxdur və sakinlər deyirlər ki, günorta saatlarından işığa həsrətdilər. Yoxdur, işıq yoxdur da. Səhərdən işıq yoxdur, qalmışıq işıqsız. Heç nə, şamı yandıracağıq, oturacağıq, gözləyəcəyik yansın. Bilbilərin sentrindən orana yanıb, Əmircan bu mənbəqin yanına içməyəm. Uşağın qabağına çıxmışam, qorxub zatalıyarını görürəm ki. Şikayət eləyirik ki, işıqlar sönür də, tez-tez sönür də. Transformator düzəltdilər, qoydular, bir ay bundan qabaq. Qıraqların düzsəsi qıyardılar, amma xeyri yoxdur, can yaxıb sönür. Günortadan sönüb deyəsən, yoxdur, sönmür. Amma beləncə elədir ki, yəni transformator işləməli idi. Amma indi işləmədiyinə görə yəqin bütün sönüb. Bu qədər evdə uşaqlar, zatlar hamısı qalıblar beləncə. Ev var, işi var, uşaq var. Amma buna bir əncam qılınmalıdır. Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub. Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün Azərişıq ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Səhmdar cəmiyyət bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirib. Həmçinin Azərişıq ASC-nin qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Bəzi hallarda isə yağışla müşayiət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir.